Gördüğünüz Samsung markalı paltar yandı. Müştərinin şikayəti paltar yanı yandırırıq. Liboy bir proqramı seçirik, start veririk. Qapı bağlı halda biraz işləyir. İşləyəndən sonra səs gəlir. Paltar yanı elə də dayanır. Hansı knopkanı basırıq, hansı düyməni basırıq. Yenə də paltar yanında heç bir reaksiya yoxdur. Özünüz də görürsünüz ki, baxın, söndürüb yandırmaq istəyirəm, sönüb yanmır. Bunun səbəbini indi görəcəksiniz. Təmirdən sonraki haldır. Gördüyünüz kimi yenə qoşuram 2-ci dəqiqəyə və start veririk. İşləyir, heç bir problemi yoxdur. Hər şey qaydasındadır. Knopkalar da işləyir. Hər şey qaydasında. Bunun səbəbi paltaryanın paraşok qabısına paraşoku çox tökməkdən olur. Və yaxud da paltaryan nəmişli yerdə olmaqdan olur. Gördüyünüz kimi, bax bu balaca şunur atsileniya verir, yəni oksidləşmə gedir üstündən. Tok bir-birinə dəyir və yaxud da orada beyin onu görmür deyə, həmən hissəni görmür deyə paltaryan donur, qalır, heç bir proqramı yerinə yetirə bilmir. Paltaryandan paraşoku az tökün, paltaryanla bağlı sualınız varsa nömrəm profildə var.